gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Azərbaycan xalqının məişətində toy mərasimi xüsusi yer tutur. Bu mərasimdə yeni həyata qədəm qoymuş cütlüyə xoş arzular arzulamaqla yanaşı bir sıra dəyərli nəsihətlər də verilir. Bu dəyərli nəsihətlərdə ailə dəyərlərinin qorunub saxlanması, bir-biri ilə sədaqətlə yaşamaq, böyüklərə hörmət, namusla, şərəflə ömrü başa vurmaq kimi dəyərlər təbliğ olunur. Poeziyamızda da zaman-zaman bu mövzuya müraciət olunmuş, bir-birindən dəyərli əsərlər yaradılmışdır. Dahi şairimiz Əliağa Vahid də gənc qıza müraciətlə məhz belə yazmışdır. Çəkdi səni taley bu gülüstanə gözəl qız. Şövq ilə yanaş bülbülü nalanə gözəl qız. Sən şəminə öz sevgili pərvanəni yandır. Batsın həsədindən qəmə biganə gözəl qız. Öz qaynatanı, qaynananı dindir ədəblə. Düşsün bu gözəl şöhrətinə riyanə gözəl qız. Artsın şərəfin cümlə qohum qonşu yanında. İş gör ki, ola layiq o insana gözəl qız. Biz oğlumuzu tapşırırıq bir sənə yalnız. Ancaq səni də sevdiyin oğlanə gözəl qız. Namusla, şərəflə yetirin siz başa ömrü. Mərd ailə vurmaz ləkə vicdanə gözəl qız. Qiymətli qəzəldir, bunu Vahid sənə yazmış. Sənsən sədəfi ismətə dürdanə gözəl qız. Bəli, qəzəldən də gördüyümüz kimi, ailədə hörmət hörmətə, sevgi sevgiyə bağlıdır. Bununla bağlı sizə bir hekayə danışmaq istəyirəm. Yeni ailə qurmuş gənc gəlin qaynanası ilə arasında olan mübahisələrdən bezir. Bu bezginlik o həddə çatır ki, gəlin qaynanasını öldürməklə ondan canını bir dəfəyə qurtarmaq istəyir. Bunun üçün də atasının dostu olan əczacıya müraciət edir və belə deyir: Mənə elə bir zəhər ver ki, qaynanama verməklə ondan bir dəfəlik canımı qurtarım. Artıq mən bu söz söhbətdən, mübahisələrdən bezmişəm. Əczacı arif adam idi. Vəziyyəti belə görüb qıza dedi: Əgər sən zəhəri qaynanana verib onu bir günə öldürsən, onda hər kəs səndən şübhələnəcək. Gəl sən belə elə. Qaynanana sevgi ilə, nəvazişlə davran və bu zəhəri də ona hər gün bişirdiyin yeməyin içində qataraq ver. Beləliklə, zaman keçdikcə bir müddət sonra qaynanan dünyasını dəyişəcək. Gəlin əczacının ona verdiyi dərmanı götürüb evə gəldi. Hər gün göstərici nəvazişlə qaynanasına bir-birindən dadlı yeməklər bişirdi və bu yeməklərə əczacının verdiyi dərmanı da əlavə edib gözləyirdi ki, qaynanası dünyasını dəyişsin. Amma vəziyyət başqa cür oldu. Gəlinin bu isti münasibətini görüb, qaynanada da gəlinə qarşı şəfqət və mehribançılıq hissi yarandı. Ailədə mehribançılıq o həddə çatdı ki, gəlin etdiyi əmələ görə peşman oldu. O, əczacının yanına gedərək dedi: Mən qaynanamın dünyasını dəyişməyini istəmirəm. Mənə bu zəhəri dəf edəcək bir dərman ver. Əczacı isə gülümsəyərək dedi: Qızım, narahat olma. Zəhər sənin qəlbində və beynində idi. Mən isə sadəcə sənə macun vermişdim. Bu macun isə sadəcə qəlbi qüvvətləndirən bir dərman idi. Sən qaynanana qarşı olan xoş münasibətin onda da sənə qarşı xoş hisslər yaratdı. Beləliklə, hekayədən də gördüyümüz kimi, ailədə hörmət hörmətə, sevgi sevgiyə bağlıdır. Əgər sən hörmət görmək istəyirsənsə, qarşındakına hörmətlə yanaşmalısan. Sevgi, mərhəmət görmək istəyirsənsə, əvvəlcə bunu özün verməlisən. Gafil oyan,